Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala hayri halqillah ve xatamen nebiyyin Əbil Qasım Muhammed sallallahu Selamun aleyküm ve rahmetullah. Allah Teala'ya and verək, izzət-i cəlalına, böyüklüyünə, bu ayın şəhidlərinin ehtiramına, cəmiən dünyanın hər yerində ki, əzadarlıqla məşğuldular və həmçinin biz də ora daxil olmaqla bütün əzadarların əzasını qəbul eləsin inşallah. Bu gecə sinə vurmaqdan, rovza deməkdən və muizə eləməkdən daha əhəmiyyətli Allahla razı niyazlı. Çünki İmam Hüseyin əleyhissalam bu gecəni məhz düşmənlərdən icazə istədi ki, bu gecəni heç olmasa bir onsuz da məqsədimiz döyüşdür. İcazə verin bir Allahla razı niyaz eləyək. Çünki İmam Hüseyin əleyhissalam özü də dəlilin gətirir ki, hibbus salat, mən namazı çox sevirəm, yəni ibadəti çox sevirəm. Bununla bizə demək istəyirdi ki, hətta müsibətlər baş verən zaman, elə bir zaman ki, bir neçə dəqiqədən sonra o müsibət sənin üçün baş verəcək, yenə də Allahı yaddan çıxartmayaq və ona sığınaq, ona təvəkkül eləyək, ona təvəssül eləyək. Çünki bütün hacatların məqbuliyyəti, qəbulu Allah yanındadır və ibadət bir vasitədir insanın kəmalına. Əgər istəsək, məsələyə daha geniş yanaşaq, bugün bu əzanın, aşuranın, bu məktəbin bizə nə demək istədiyin, nə çatdırmaq istədiyin başa düşək, əsl hədəfə işarə eləmək lazımdır. Kərbala məktəbin o müsibətləri və digər orada olan mövzular ki, hamımıza aydın neçə illərdir bu məktəbin tarixin mənbərlərdən deyirik və siz də mütaliə edirsiniz. Bunların hamısını kənara qoysaq, baxarıq ki, İmam Hüseyin əleyhissalam və onun əshabı öz bəndəçilik vəzifəsini yerinə yetirirlər Allah qarşısında. Onlara bir imtihan baş vermişdi, imtihan üz vermişdi ki, onlar da o imtihandan bu cür çıxdılar və onların da imtihanı belə bir imtihan idi. Və bu imtihan nəyə xidmət edirdi? Allahın insanları nə üçün yaratdığına. Nə üçün Allah da insanları xalq edir? Quran-ı Kərimin bütün ayələrinə baxsaq, bəzi ayələri, misallara çıxmaq şərti ilə hamısı Allah Taala'nın insanı kəmal üçün xalq etdiyini görərik. Hətta Qədirxum hadisəsinin neçə illərdir mütaliə edirik və mənbərlərdən deyirik, siz də mütaliə edirsiniz. Qədirxum hadisəsində Allah Taala'nın ki, Peyğəmbərimizə israrı var idi ki, bu imamət məsələsini bəyan elə ki, Peyğəmbərimiz bəyan elədi, Allah Taala dedi, əkməltü ləkum dinikum, dininizi kamil elədi. Nə üçün? Çünki o din insanların kamalına xidmət edirdi. Nə üçün din kamil olmalıdır? Əgər kamil olmasa, insanı kamala yetirə bilməz. Gərək əvvəl özü kamil olsun ki, insanları kamala yetirsin. İmamət Allahın dininin itmamıdır.
Allah Teala imamətsiz dindən razı deyil. Çünki həmin ayədə buyurur ki, bugün sizin dininizi kamil etdim, nemətlərimi tamamladım və bu dindən razı oldum. Allahın vəlisi, Allahın imamı, Allahın dininin həm itmamıdır, tamamıdır, həm də kamalıdır. Din kamil bir dindir. Allah Teala İslam dinindən kamil bir din kimi razıdır. Bu din insanların kamalına, yəni Allah Teala ki insanları kamal üçün xəlq edir, ona xidmət edir. Amma kamalın yolları nədir? Quran-ı Kerim 3 mövzuda kamalın yolun bizə çatdırır. 3 mövzuda. Birinci mövzu ibadətdir. İnsanın nə qədər şücaəti olsa, nə qədər səxavəti olsa, nə qədər o insanın o insani dəyərlərin əks etdirən əməlləri özündə büruzə versə, amma ibadəti olmasa kamil insan deyil. İbadət insanın kamal körpüsüdür. Elə bir arif yoxdur ki, sübh namazı və əvəzinə 4 rükət ayrı bir namaz qılsın. Elə bir arif yoxdur ki, namaz əvəzinə ehsan versin, xeyr. İbadət hər bir Allaha xatir olunan feil, yerinə yetirilən əməl Allaha xatir. İbadət sayılır və insanın kamalına xidmət edir. Görürsən, 2 nəfər namaz qılır. 2 nəfər oruç tutur. Niyyətlər əgər fərqli olsa, biz belə şeylərdən çox rast gəlirik. Niyyətlər əgər fərqli olsa, birinin orucu orucdur, Allah Teala savab verəcək, birincinə yox. Biri Allaha xatir oruç tutur, birinin rəisi oruç tutur, bu da oruç tutur. Hər iki feiliyyət eynidir, hər ikisi ac qalır. Amma birinə savab verilər, biri onun kamalına xidmət edir, ikincisi eləməz. Allah Teala Quran-ı Kerimdə buyurur ki: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ. Mən insi və cinsi yaratmadım, yəni insanları və cinləri yaratmadım, məgər ki ibadət. Niyə? Çünki ibadət o kamala xidmət edir. İbadətsiz kamal mümkün deyil. İmam Hüseyin Aleyhisselam bu gecəni izin istədi, daha çox ibadət eləsin. Daha çox ibadət eləsin. O din ki Allah Teala onun üçün göndərmişdi kamil olaraq və özü də həmin kamalın bir nümunəsidir. İstəyirdi bütün dünya insanlarına çatdırsın ki, mənlə vuruşanlar da namaz qılır. Mən də namaz qılıram, hər ikimiz müsəlmanıq. Amma haqla batili namaz ayırt eləməz. Haqla batilin meyarı namaz deyil. Bugünkü dünyada müsəlmanın canına salıblar, bir-birin Rafizi adı ilə, Sələfi adı ilə öldürürlər, hər ikisi namaz qılır. Təkcə Kərbalada bu hadisə baş vermədi. Bu o deməkdir ki, dinin meyarların düzgün aydınlaşdırmayıblar. Əgər dinin meyarları düzgün aydınlaşsa, heç Kərbala hadisəsi də baş verməyəcəkdir. Əlbəttə, mən işarə elədiyim mətləb o hadisənin baş verməsinin nə qədər ki dəlili var idi, o dəlillərdən biridir. Kərbala hadisəsində təkcə o məsələ deyildi. Səltənət var idi, nəfs var idi və digər tarixi cəryanlar var idi ki, onlar müqəddim idi ta Kərbala hadisəsi baş versin. Amma ümumən İmam Hüseyin Aleyhisselam həc vacib əməl olmasına baxmayaraq tərk elədi ki, gəlsin əsli vacibatı yerinə yetirsin. Kamala xidmət edən ikinci məsələ mərifətdir.
Mərifət Allahdır. Hər kəs Allah Taalanı düzgün tanımasa, hər kəs Allah Taalanı düzgün dərk eləməsə, nə ibadəti ibadətdir, nə də məqsədi aydınlaşır o insanın. Allah Teala Quran-ı Kərimdə dəfələrlə öz qüdrətindən danışır. Dəfələrlə. Rəhmətindən danışır, özün mərif edir. Cəhənnəm əzabından danışır, yenə özün mərif edir, özün tanıtdırır. Deyir, yeri göyü 6 günə yaratdım, dağlar yaratdım, digər möcüzələri sayır, yenə də özün mərif edir. Bunları nağıl kimi insanlara çatdırmır. Və hər dəfədə bunları çatdıranda yətəfəkkərunə sözün ondalıcan gətirir ki, təfəkkür edin, fikirləşin. Yəni, hər bir əməl haqqında təfəkkür elə, fikirləş, bax ki, nə iş görürsən. Bax ki, sənin qarşı müqabilin, tərəf müqabilin kimdir. Hər bir əməldə tərəf müqabil həqiqətdə Allahdır. Çünki bütün əməllərə dəyər verən, savab verən və ya cəza verən Allahdır. Hər nə olursa olsun. Mən polis ki, öz ulduzuma görə, rəisimə xidmət edirəm ona görə və sərvəlaxır dubinkanı amansızcasına müminin başına vururam, öz mümin qardaşımın başına vururam, fikirləşməliyəm, qiyamətdə bunun nəyi var? Boş-boşuna Allah Teala danışmır. Yoxlasın şöbələrinin əksəriyyətində namaz qılandılar. Amma necə namaz? Hansı namaz? Bəzilərin çıxmaq şərti ilə İbn Ziyadın əgər namaz qılırdısa, namazından fərqi yoxdur. O da kör-körana qılırdı, bu da kör-körana qılır. Niyə? Mərifət Allah yoxdur. O ki, Allahu Əkbər deyir, bilmir Allah nədir və nə istəyir bundan. Hələ söz məsələ danışanda deyir, o kişi bilir. Hələ buna aydın deyil ibadət elədiyi kişi deyənədir. Hələ aydınlaşdırmıyor. Niyə üçün əsl hədəfdən xəbəri yoxdur? İbadət eləyir, amma mərifəti yoxdur. İbadətin zahiri var. İnsanın mərifəti çoxaldıqca onun meyarı budur ki, gərək daha çox ibadətə üns tapa. Daha çox ibadət eləyər. İbadətin azlığı mərifətin azlığına dəlalət edir. Allah Teala Quran-ı Kərimdə bu məsələləri sayanda bəzən li-təarəfu. Yəni, məni tanıyasınız deyə. Çünki qiyamətdə bəzilər deyək ki, Allah mən bilmədim, elə Peyğəmbər dedi, Allah var, mən də elə həmin vara qane oldum, ibadət elədim. Xeyr. Allah Teala insanın bütün bəhanə qapılarını bağlayır. Bizim dərkimizdən də artıq Quran-ı Kərimdə özün bəyan eləyir. Və bu bəyan üçün Peyğəmbərlər və imamlar göndərir. Dini boş-boşuna göndərib, sadəcə insanlardan bəzisi əməl eləyə, bəzisi əməl eləməyə Allah bilir, belə deyil. Bu din Peyğəmbərimizin Ühüddə sınan dişinin sayəsində, digər verdiyi şəhidlərin sayəsində, çəkdikləri zəhmətin sayəsində, imamlarımızın şəhadətinin sayəsində gəlib çıxıb. Daha çox artıq minnət bizim boynumuzdadır. Nə cavab verərik qiyamətdə Allah Teala bu sualları bizdən soruşsa? Və ya nə cavab verərik İmam Hüseyn əleyhissalam balaca Əsxərin gətirək ki, mən buna kimi sənin üçün verdim, sən neynədin? Nə cavab verərik? Nə xəcalətdir? Niyə düşünmürük? İmam Hüseyn əleyhissalam bu gecəni razı niyaz qərar verib ki, biz də bu gecəni özümüzə bir razı niyaz qərar verək. Təfəkkür edəyək, əhd bağlayaq. Bu günə kimi eləməmişik, eybi yoxdur. Bu mənaya eybi yoxdur ki, bu gecə mərifət tapaq.
Nə üçün Qədir gecələrində imamlarımız, böyüklərimiz, din mütəxəssisləri ibadəti daha çox məsləhət bilirlər? Qədir gecəsi razı niyaz gecəsidir. Dinin nazil olma gecəsidir. Mərifət gecəsidir. Bu gecənin əməllərindən biri də əhyadır. Yəni sübhə kimi insan oyaq qalsın, neynəsin, oyaq qalsın, neynəsin? Əgər yalnız və yalnız bizim məhərrəmliyimiz əzadan ibarət olsa, bu əza qiyamətə kimi qutarmayacaq. Əgər məhərrəmlik mövzusu ilə məhərrəmlikdən məhərrəmliyə yadımıza düşsə, məhərrəmlik mövzusu yalnız və yalnız onun tarixinin nəqli, xronikası yalnız və yalnız məhərrəmlikdə ilə mənbələrdən danışılsa, bir ömür əzadar olacaq. Əzamız qutarmayacaq. Alimlərdən biri gözəl söz deyir, Aşurada başlar bədəndən ayrıldı, amma bədəndən ayrılan başlar Qurandan ayrılmadı. Hədislərdə də var, İmam Hüseyin əleyhissalam nizədə Quran oxuyurdu. İşimiz yoxdur, məcazdır. Amma həqiqət budur. Baş bədəndən ayrıldı ki, biz Qurandan ayrılmayaq. Quranın həqiqəti bizim üçün aşkar qalsın. Quranı necə istəyirlər, elə də təhrif eləməsinlər. Necə istəyirlər, elə də bəyan eləməsinlər. Aşura məktəbi bunu çatdırır bizə. Din necə nazil olub, o şəkildə də biz onu qəbul eləməliyik, bu Aşuranın mesajıdır. Din dövlətdən ayrıdır, bu məsələni əgər bu günləri bizim namaz qılanlar başa düşür və qəbul edirlər, bu o deməkdir ki, nə Aşuradan xəbər var, nə dindən xəbər var. Dinin bütün səhifələrin, bütün vərəqlərin nəzərdən keçitsək, dində əxlaqdan, kamaldan, insani dəyərlərin inkişafından başqa bir şey yoxdur. Yəni bizim dinimiz dövlətimizdən ayrıdırsa, o deməkdir ki, dövlətimiz insani dəyərləri inkişaf etdirən amillərdən uzaqdır. Bu deməkdir. Ay, həqiqətdə belədir. Mümkündür hansısa hakimiyyət bir zaman gəlib bunu insanlara ilqa eləyər. İnsanlara çatdırar. Bu o deməkdir ki, onun nə dindən xəbəri var, nə dindarlıqdan. Yox, əgər hər ikisindən xəbəri var, yenə də deyir ki, belə olmalıdır, deməli insanı dəyərlərdən xəbəri yoxdur. Nəticəsi bundan artıq deyil. İmam Sadiq əleyhissalam İmam Hüseyin əleyhissalamdan bir hədis nəql edir, buyurur ki, İmam üzün tutduğu cəmiyyətə dedi, ya əyyuhən nas, ey insanlar, ma xaləqallahu ibadə illə liya'rifu. Allah Teala insanları yaratmadı məgərin ki, onu tanısınlar. Allah Teala insanları yaratmadı məgərin ki, onu tanısınlar və izə ərəbuhu abduhu. Və elə ki onu tanıdılar, onun əbdi olalar. Və ardıcan buyurur ki, elə ki onun əbdi oldu, yəni bəndəsi oldu, həqiqi qulu oldu, gərək ondan başqasına ibadət eləməsin əməllərində, rəftarlarında. Çünki tanıyıb bax artıq. Bir nəfər məsələn bir nəyisə əşyanı tapır yolda, bir nəfər ki bilir mənimdir, gəlir oğurlayır. Hər iki halda nəticə eynidir, məndə olan əşya tərəf müqabildədir. Amma söhbət bundan gedir ki, biri oğurlayıb, biri tapıb. Cəzaları eyni deyil ki. Biri var tanımayasan, biri də var ki tanıyasan, xəyanət eləyəsən. Buyurur ki, bir
Kişi qayıtdı. Fəqalər rəcul, bir kişi dedi ki, sual verdi ki, yabna Resulullah, ey Resulallah, Resulullahın övladı, ma ma'rifət Allah? Nədir ma'rifət Allah? Necə tanıyaq Allahı? Hansı yollarla tanıyaq Allahı? İmam buyurdu, ma'rifətuhu əhli kulli zamanihi imamuhu. Ma'rifət budur ki, hər bir zamanənin imamını tanıyasan. Və ikinci şərti də əlləzi yecibu aleyhim ta'al. İkinci şərti budur ki, ona bütün əmirlərdə itaət edəsən. Bütün əmirlərdə. Həzrət Əbülfəz Abbas eləyən nədir? Qolları uzundur, qolu güclüdür, cüssəsi böyükdür. Budur, bunlar yerində. Məgər Ərəbistan yarımadasında bundan başqa böyük bir cüssəli insan yox idi? Var idi. Və ya imamın sahabələrinin içərisində belə bir insan yox idi? Var idi. Amma qardaşlıq sədaqəti və imama itaət Abbas elədi. O mərifət ki var idi, həmin mərifətin nəticəsi Abbas elədi. Və ya imamın sahabələrinə baxaq, o sahabələri saadətə çatdıran onların mərifəti idi. Bəzilərimiz elə başa düşürük ki, məsələn, hamımız ola bilər imam zaman əskəri və ya hamımız ağa gəlsə 313 nəfərdən hər birimiz bir nəfəriyik. İnşallah ki, belədir. Amma mərifət olmasa, mütləq itaət olmasa, bu şeylər başdan deyil. Üçüncü mərhələ Üçüncü mərhələ imtihandır. İbadət, mərifət Allah, üçüncü də imtihan. İmtihan olmasa, heç bir ustad bilməz ki, bunun tələbəsi nə dərəcədə dərsə malikdir və nə dərəcədə dərsi başa düşür. Hər bir işdə belədir. Bütün sahələrdə imtihan olmasa, dərəcələr aydınlaşmaz, dəyərlər aydınlaşmaz. Allah da buyurur ki, hər kəs istəsə ki, bilən nə qədər məni tanıyıb, buyursun imtihana. Bu dində imtihansız kamal verilmir. Bu dinin kamalı yalnız və yalnız imtihanla ələ gəlir. Bəqərə surəsinin 155-ci ayəsində buyurur ki, biz müminləri azacıq qorxu ilə, övlad ilə, sərvət ilə, mal ilə, can ilə imtihan eləyərik. Və ya Peyğəmbər bu yolda sabit qədəm qalanlara müjdə ver. Azacıq qorxu ilə. Bəzən xəbər gəlir ki, filan yerə məsələn geçsiniz, orada danışsaz, orada cəm olsaz, bəli, gəlib aparacaqlar. Əgər mən öz dinimdə sabit qədəməmsə və Allahın dinini başa düşmüşəmsə, Allahdan başqa kimdən qorxmalıyam? Allah da buyurur ki, azacıq qorxu ilə, azacıq qorxunun müqəddiməsi lazımdır. Azacıq qorxuya səbəb olan amillər lazımdır. Yoxsa qorxu öz-özünə yaranmaz. Allah da azacıq qorxu ilə, sonra övladla, sonra malla, canla və s. və laxir insanları imtihan edir. Amma Kərbalada bunların hamısı var idi. Bu danışdıqlarımız hamısı Kərbalada cəm olub. Kərbala hadisəsində cəm olub. Kərbala hadisəsində ta körpədən tutmuş qoca kişiyə kimi orada vuruşanlardan eləsi var idi 70, 73
75-60 yaşları var idi. Hər sinifdən insan var idi. Nökər də var idi. Qəbilə başçısı var idi. Tacir də var idi. Baxaq imamın sahabələrinə, Kərbalada şəhid olanlara, hər sinifdən insan var orada. Və o deməkdir ki, övladı saxlamaq, onun nəfəqəsini vermək, ruzusunu vermək və bu yolda çalışmaq yaxşı bir işdir. Amma yerində. Din təhlükədə olanda, balaca əsğərdən tutmuş, ta 70 yaşlı Züheyrəcən canından keçməlidir. Din təhlükədə olanda əhli əyal əsir olmalıdır. Din təhlükədə olanda. Allah Taala'nın qərəzi yoxdur bizim üçün təhlükə yaradır. İmtihandır, dünya özü imtihandır. Mən hər bir imtihana görə Allah Taala'dan bağışlanmaq, səbir, taqət, şücaət istəməliyəm. İmtihanına qaçmaq lazım deyil. Üzümüzə gələn və bizi tapan hər bir hadisə imtihandır. Və əgər gözəl şəkildə bu imtihandan çıxsaq, insanın kəmalına xidmət edir. Dəfələrlə eşitmişsiniz mənbərdən. Tasu'a gecəsi ki, nə qədər İmam Əleyhisselam səhabələrinə məsləhət verir, gedin. Onlar ta israr edir, qalmaqdan ki, israr elədilər. İmam onların yerin behişdə onlara göstərir. Yəni, bu günün əcri savabı budur. Nə üçün insan kamala çatmalıdır? İmtihanlardan çıxmalıdır. Kamalın dəyəri nədir? Həmin behişdir. Mərifət Allah, liqa Allah. Onu da İmam Əleyhisselamın gözədə göstərdi orada. Salavat Peyğəmbər. Bəzən də Allah Teala buyurur ki, liyabluvakum eyyukum ahsanu amala. Bəzən də Allah Teala buyurur ki, imtihana onlara verərəm, bir cəmə imtihan göndərərəm və baxaram ki, görüm hansı daha gözəl bu imtihana əməl edirlər. Hansı daha gözəl səy göstərir bu imtihandan çıxmağa. Bunun yenə də misdaqı bariz nümunəsi Kərbaladır. Kərbalada imamın sahabələri döyüşə izin almağa görə imamın xeyməsinin ağzına səfə durmuşdular. Hamısı icazə istəyir ki, ya imam icazə ver birinci mən gedim, icazə ver birinci mən gedim. Yarışırdılar. Nə ilə müamilə edirdilər? Canla. Burada pul yarışması deyil, at yarışması deyil, burada can yarışmasıdır. Ki meydana gedən yəqin qayıtmayacaq. Muamilə burada fərq edirdi. Və ya imamın Həzrəti Qasimdən verdiyi suala adam baxanda İmam Həsən əleyhissalamın övladına ki, ölümdən qorxursan, dedi, andolu Allaha, o ölüm ki, məni öz cəddimə birləşdirəcək, qovuşturacaq, o ölüm mənə baldan şirindir. O ölüm ki, mənə vasitə olacaq, mən kamala yetim, bu ölüm mənə baldan şirindir. Həzrəti Qasim dərk eləmişdi, mərifəti var idi. Bu gecələrdə, yəni bu saatlarda İmam Əleyhisselam çıxır, xeymələri gəzsin və görsün ki, bunların şəhadətindən sonra düşmən hardan daha yaxın xeymələrə hücum edə bilər, xeymələrə od vura bilər.
Əlbəttə, İmam yaxşı bilirdi ki, bu hadisələrin hamısı baş verəcək. İstər xeymələrə hücum, istər onların əsir getməsi, əsir aparılması, bu hadisələr hamısı baş verəcək. Amma bir növ təsəlli kimi istəyirdi ki, baxsın ki, hardan gələ bilərlər, biraz təhlükəsiz eləsin. Xeymələrin yerini dəyişsin. Səhabələrindən biri imamı daha çox izləyirdi bu məsələlərdə. İmam dönür, soruşur, kimsəndir? Nafi'əm. Nafi'ə ibn Hilal. İmamın çox yaxın sahabəsi idi. İmam fəxr elirdi Nafi ilə. Nafi buyurur ki, imamla bir qədər gəzdik və gəldik, çıxdıq bir təpənin yanına və mənə dedi ki, Nafi, buradan çıxıb gedmək istəmirsən, bir mənəm, bir sən, heç kəs yoxdur, gecə də qarandır, çıx buradan, çıx ged. Nafi buyurdum ki, ya imam, and ola Allaha ki, Allah ilə məni sənsin xəlq edir. Mən bu günə görə şükür edirəm və Allahın minnəti qəbul edirəm bunu. Ki, sabah sənin rikabında şəhid olacaq. Buyurur, imamla gəldim, ta imam getdi bacısı Zeynəbin xeyməsinə. Xeymədə biraz söhbət etdilər və bir qulaq astım, gördüm ki, xanım Zeynəb çox narahatdır ki, ya imam, canım sənə fəda, bəlkə bu sahabələr səni qoya gedər, səni tək qoyarlar meydanda. Gördüm, imam deyir ki, ya bacı Zeynəb, bunlar hələ aləm-i zərdə də məndən bir yerdə. Bunlar elə bu gün üçün seçiliblər, bu gün üçün yaşayıblar. Allah Teala bunları öz mərifətlərinə görə bu gün üçün becərib. Deyir, bu sözü eşitdim, gəldim, Həbib ibn Məzahirin xeyməsinə dedim ki, Peyğəmbər ailəsi narahatdır. Peyğəmbər ailəsi narahatdır. Dur, öz sədaqətimizi izhar edəyək, əhdimizi təzələyək. Deyir, o da digər xeymələrə getdi və dedi ki, Peyğəmbər ailəsi bizdən narahatdır. Hamılıqla cəm olduq, hərə öz yaxınlarından, əshabından, qovmundan vədə aldı, beyyət aldı və o zamanda da gəldik imamın xeyməsinin qarşısına və öz sədaqətimizi izhar eləyək. Deyir, bu elə bir vaxta biz yetişdik ki, imam da öz bacısı Zeynəbə deyirdi ki, istəyirsən bunların sədaqətin, istəyirsən bunların əhdə vəfa etməklərini ispat eləyim. Bu qədər ki, narahatsan. Qardaşlar biraz qarşıya gəlsinə gələnləri kəsəlisin. Allah Məhəmməd, Allah Məhəmməd. Deyir, elə bu zamanda xanım Zeynəb keçdi xeymənin arxasına, imam başladı bizə muizə eləməyə. Hər nə qədər dəlil gətirdi ki, çıxın gedin, bunların davası mənləndir, bunların davası mənim Peyğəmbərin əhl-i beyti iləndir. Sizlə heç kəsin işi yoxdur əgər məni tərk edəsəz. Bunların işi
heç məni də öldürmək deyil, məndən Yezidə zalimə beyyət almaqdır ki, mən də zalimə heç vaxt beyyət eləməyəcəm. Siz çıxın gedin. Deyir, biz hamımız birlikdə imama öz sədaqətimizi izhar elədik və dedik ki, öz xanımlarımıza hətta təlaq vermişik. Öz xanımlarımıza hətta təlaq vermişik ki, biz sabah döyüşə gedəcəyik. Biz sabah şəhid olacağıq. Biz artıq sabah dünya ilə vidalaşacağıq. Biz artıq sabah o şeyin ki, həsrətindəydik, ona qovuşacağıq. İmam dedi, qayıdın xeymələrinizə. Amma qayıtmazdan özdə bir söz dedi ki, dedi, Bəni Əsəd tayfası yaxındadır. Kim öz xanımı ilə, əhli əyalı ilə, uşağı ilə gəlibsə, bu gecə fürsəti var, aparsın, qoysun Bəni Əsəd tayfasına tapşırsın ki, əmin bir yerdə qayıtsın bura. Tarix yazır, Əli ibn Məzahir gəlir xeyməsinə daxil olur və xanımı da ona təbəssümlə qarşılayır, baxmayaraq ki, böyük bir hadisə ilə üz-üzə idilər. Məzahir də gülür. Buyurur ki, nəyə gülürsən? Bir İmam Əleyhisselam bizə behişdə öz yerimizi göstərdi və bizə buyurdu ki, kim öz əhli əyalı ilə birgədirsə, aparsın, yaxında Bəni Əsəd tayfası var, qoysun ora. Xanımı soruşur ki, indi sən nə eləmək istəyirsən? Deyir, mən də səni istəyirəm, aparım, təhvil verim Bəni Əsəd tayfasına və qaydım döyüşə. Tarix yazır, xanımı yerindən durur, başını vurur xeymənin ağacına, sütununa, deyir ki, çox insafsızlıq eləyərsən əgər bu işi görsən. Deyir, nə üçün? Deyir, o dəlilə əsasən ki, sən də həmin dəlilə əsasən imamın yanındasan. Sən imama öz sədaqətini isbat eləmək üçün bir halda ki, imam səndən öz beyyətini götürüb, amma qalırsan ki, qiyamətdə Peyğəmbərin yanında üzü ağ olasan və imtihandan gözəl çıxmış bəndələrin sırasında olasan, ancaq mən bir halda ki, Peyğəmbərin ailəsi əsir gedəcək, Zeynəbin başından hicabın götürəcəklər, mən də oturacam Bəni Əsəd tayfasında. Heç bu insafdır. Bu necə ədalətdir? Bəs mən qiyamətdə xanım Zəhranın üzünə necə baxacam? Nə deyəcəm ki, xanım Rüqeyyə əsirlikdə vurulanda, xanım Səkinə əsirlikdə döyüləndə, əli bağlı Şama piyada aparanda, mən də rahat oturmuşdum Bəni Əsəd tayfasında. Heç bu ədalətdir. Həbib bunu eşidən kimi, Məzahir bunu eşidən kimi ağlayır və ağlayaraq gəlir imamın yanına. İmam bir nə məsələdə danışır, imam da ağlayır və buyurur ki, Allah ona böyük əcr versin. Allah ona böyük əcr versin. Hər kəs bu tarixi dərk edir, hər kəs bu tarixi oxuyur, əməl edir. Hər kəs həqiqətən bu məsələ üçün canı qəlbdən narahat olur. İmam yanında, Allah yanında əcri var. Çünki bu əzanın sahibi Ağa İmam Zamandır. Ariflərdən biri buyurur ki, ağanı gördüm, o qədər ağlamışdı və soruşdum ki, bu gecələrdə soruşdum ki, İmam Kərbəla müsibətində ən sənə təsir edən yer nədir? Hansı səhnədir? İmam buyurdu, Əşşam, Əşşam, Əşşam. Şam böyük bir müsibət idi, xüsusən Şiə aləmi üçün.
Xanım Zeynəb, Xanım Zəhra Şiənin qeyrətidir. Amma Şamda çox çətin keçdi Əhl-i Beyt üçün. Olduqca Yezid Məl'un o qədər həyasızlıq, o qədər düşmənçilik büruz elədi ki, Peyğəmbər onun Əhl-i Beytinə tarix gərək qanla yazsın bu səhifələr. Biz bugün o səhnələri oxuyub ağlayırıq. Amma ağlamaqla yanaşı anlamaq da lazımdır. Bir ömür əgər ağlasaq elə ağlar qalacaq. Bir ömür əzalar olacaq. Amma həqiqətdə başa düşəndə ki, Əhl-i Beyt nəyə görə, nə üçün bu zülmə qatlaşdı, bu imtihandan çıxdı? O zaman bu gündə necə ki xanım Zeynəbin məzərinə əl atdılar, bu gündə bizim məzərimizə, xanımlarımızın hicabına əl atanların əlini kəsərik. Keçmək! Əgər başa düşsək və ya əgər düşmən bilsə, din düşmənləri bilsələr ki, həqiqətən biz məsələni dərk eləmişik, Kərbaladan dərs götürmüşük, heç vaxt bu cürət eləməz. Budur ki, Allaha and verək İzzət-i Cəlalına, bizə bu gecə mərifət əta eləsin. Zindanda olanlarımızı cismani azadlığa çıxarsın. Onların özlərinə, ailələrinə səbr əta eləsin. Bizi qiyamət günü Peyğəmbər və onun xanedanının yanında üzü qara eləməsin. Allah Teala and verək İzzət-i Cəlalına ki, bizi şüca qeyrətli bəndələrindən qərar versin. Allah Teala and verək İzzət-i Cəlalına ki, müttəqilərin sifətini bizdə bərpa eləsin. Allah Teala and verək İzzət-i Cəlalına ki, bizim bu əzadarlığımızı bizlərdən qəbul eləsin. Allah and verək İzzət-i Cəlalına, böyüklüyünə, rəhmətinə, mərhəmətinə ki, bizim sülbümüzdən, nəslimizdən Əhl-i Beyt düşməniyə qərar verməsin. Zülm dünyada baş alıb gedir, zülm çoxalır, ağamız imam zamanı tezlikcə zuhurun təcil eləsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.